Dünən mənə dostlardan biri yığıb, deyir ki, gəl filan yerə bir yaxşı yemək pişirib hazırlar. Heyf burada özü yox. Demişdim danışacağam. Mən hamı qorxurda bir şey danışanda gəlib cümlədə danışıram. İndi onu da demişdim danışacağam. Dedim ki, yığıb mənə, mən də yazı pozu ilə məşğulam. Mənə qayıtdı ki, qardaş dedim, bəli. Dedi, gəl filan qəşəng yemək hazırlanıb, gəl. Dedim, başa dönüm, mən xütbə yazıram, kitab oxuyuram, gələ bilmərəm. Bu əl çəkmədi. Dedi, bir sən nə yeməkdir? Biraz o təriflədi, belə başladı. Dedim, qurban olun, mənə deyim, mən qoy, oturum, biraz yazmalıyam. Bu əl çəkməndə mən qayıtdım, yaxşı. Görüm, əgər nəfsim mənə güc gəlsə, inşallah gələrəm. Belə deyirəm ki, əl çəkməndən də. Bunu deyəndə mənə qayıtdı ki, yox, elə deyil. Dedim, necədir? Dedi, gəlirsən, gəl, istirahət eləyəsən, yorulmusan, beynin açılsın. Dedim, qardaş, gəl sən bir dənə söz deyim. Səndən uzaq. Amma biz nəyi eləmək istəyəndə, belə dəlillər tapırıq. İstirahət eləməlisən, yorğunluğun çıxmalı, gəlib kitab oxumalısan. Hələ maraqlı düzəldirik, sonra başlayırıq. İndi bəlkə də qardaşlar mövzu qalıb kənarda fikirləşiriz, getdim ya getmədim. Getməmişəm, onu dünən bu yazmışam. Nəsə.